Salam. İnsanlar mənə tez-tez bir sual verirlər. Görüntü rejissoru kimdir? Mən adətən belə bir cavab verirəm. Görüntü rejissoru vizualın psixiatrıdır. İlk eşidəndə biraz qəribə səslənə bilər. Amma biraz düşünəndə əslində çox da uzaq fikir deyil. Psixiatr insanın içində baş verənləri anlamağa çalışır. İnsan niyə belə hiss edir? Niyə sevinir? Niyə qorxur? Niyə narahat olur? Görüntü rejissoru da buna bənzər bir iş görür. Sadəcə insanı yox, görüntünün içindəki hissi axtarır. Çünki kamera hər şey eyni göstərmir. Məsələn, bir insanı pəncərənin yanında təsəvvür edin. Bu sadəcə bir insandır. Sadəcə bir pəncərədir. Amma işığı dəyişin. Birdən həmin insan tənha görünə bilər. Biraz sərt kölgə əlavə edin. Səhnə gərgin görünə bilər. Kameranı aşağıdan qurun. Həmin insan daha güclü görünər. Yuxarıdan baxın. Birdən zəif, kövrək görünər. Əslində nə dəyişdi? İnsan dəyişmədi, pəncərə dəyişmədi, otaq dəyişmədi. Sadəcə baxış dəyişdi, hiss dəyişdi. Məhz görüntü rejissoru da bunun üzərində işləyir. O sadəcə kameraların düymələrini bilən adam deyil. O tamaşaçının nə hiss edəcəyini düşünən insandır. Səhnənin görünüşündən əvvəl onun emosiyasını axtarır. Məsələn, ana oğlunu gözləyir. Bu çox sadə bir hadisədir, amma həmin hadisəni 10 fərqli formatda çəkmək olar. Romantik çəkə bilərsən, kədərli çəkə bilərsən, gərgin çəkə bilərsən, hətta qorxulu belə çəkə bilərsən. Hadisə eyni qalır, amma hiss dəyişir. Kino da məhz burada başlayır. Mənə görə görüntü rejissoru gözəl kadr quran adam deyil, hissi görən adamdır. Bəzən insanlar nə gördüklərini xatırlamırlar, amma nə hiss etdiklərini xatırlayırlar. Çünki insan yaddaşı görüntüdən çox hissləri saxlayır. Ona görə işıq vacibdir, rəng vacibdir, kölgə vacibdir, kameranın harada dayanması vacibdir. Bəzən bir işıq şüası, bir kölgə, bir baxış uzun bir dialoqdan daha çox şey danışır. Mən bu peşəyə həmişə biraz fərqli baxmışam. Mənə görə görüntü rejissoru vizualın psixiatrıdır.